Beta bir səhmin bazara, məsələn, S&P 500 indeksinə nisbətən dəyişikliyini, volatiliyini ölçüsüdür. Bir nümunə üzərində deyək. Əgər indeks 10% artıbsa, səhm isə 20% artıbsa, onda onun betası 2-dir. Əgər indeks 10% düşübsə, səhm ehtimal ki, eyni 20% düşəcək. Beta nə qədər yüksəlirsə, dəyişmə amplitudası da o qədər yüksəkdir. Və tələ də məhz buradadır. Əgər sən betanı izləməsənsə, bazarın yüksəlişini daha çox qazanacaqsan, lakin enişdə daha çox itirəcəksən. Bəzən mənfəəti sıfıra endirərək və ya hətta mənfiyə düşərək. Əgər sən yeni başlayansansa və 3-5 illik müddətə investisiya edirsənsə, onda sənin üçün təkcə əla multiplikatorlar, yeni nisbətlər tapmaq deyil, həm də aldığın səhmin nə qədər dəyişkən olduğunu anlamaq vacibdir. Yüksək beta bərabərdir yaxşı dövrlərdə yüksək gəlirə, lakin böhran zamanı böyük enişlərə. Aşağı beta sabitlik, daha az tərəddüd, lakin ehtimal ki, boğa bazarında nisbətən aşağı gəlir. Əgər uzun müddətli investisiya portfeli yığırsansa, xüsusilə də stabillik qorumaq sənin üçün vacibdirsə, betası birdən aşağı olan və ən azı enişlərdə dayandığı göstərən şirkətləri axtar. Bu, sənin panik satışlarından qoruyacaq, intizamını saxlayacaq və hətta böhranda belə mövqeyini qorumağa imkan verəcək.